Mitoz bölünmə nədir və nə üçün lazımdır? Mitoz bölünmənin məqsədi bir ana hüceyrədən xromosom dəsti dəyişməyən, eyni olan iki yeni qız hüceyrənin yaranmasıdır. Və harada baş verir? Mitoz bölünmə somatik hüceyrələrdə, yəni bədən hüceyrələrində baş verir və nəticədə boy artımı, regenerasiya, toxumaların bərpası prosesi baş verir. Bunların hər biri mitozun sayəsində olur. İnterfaza iki bölümü arasında olan mərhələdir. İnterfaza zamanı hüceyrə böyüyür və onun tərkibində olan orqanoidlərin miqdarı artır. İnterfaza özü 3 mərhələdən ibarətdir. Sintezdən əvvəlki mərhələ, sintez dövrü və sintezdən sonraki dövr. Gəlin sintezdən əvvəlki mərhələyə baxaq. Sintezdən əvvəlki mərhələdə hüceyrənin böyüməsi prosesi baş verir və bu zaman maddələr mübadiləsi sürətlənir, RNT və zolal sintezi baş verir və o dediyimiz kimi orqanoidlərin sayı artır. Bu zaman xromosom dəsti 2N, 2C sayda olur. Yəni, hər bir xromosom bir xromatiddən ibarətdir. Daha sonra sintezdən sonraki dövr olur. Daha doğrusu sintez dövrü olur. Sintez dövrü xromosom dəsti 2N, 4C sayda olur. Yəni, sintezdən əvvəlki dövrdə 2N, 2C olur və sintez dövründə 2N, 4C sayda olur. Çünki bu zaman DNT ikiləşir. Yəni, hər bir xromosom iki qız xromatiddən ibarət olur. Yəni, iki xromatiddən ibarət olur. Bu zaman genetik məlumatlar ikiləşir. Daha sonra sintezdən sonraki dövrdür. Yəni, G2. Bu zaman bölünməyə birbaşa hazırlıq mərhələsi adlanır. Yəni, bölünmə vətərlərini təşkil edən zülallar sintez olunur. ATF ehtiyatı toplanır və sentrosomların ikiləşməsi prosesi baş verir. Burada gördüyümüz kimi sentrosomlar ikiləşir. Və bu zaman xromosom dəsti 2N, 4C sayda olur. Yəni, sintez dövründən sonra dəyişmir, hələ ki, eyni qalır. Gəlin mitozun fazalarına nəzər yetirək. Mitozun fazaları 4 mərhələdə baş verir. Profaza, metafaza, anafaza və telofaza. Bunu P, M, A, T şəklində qısaldılma şəklində yadda saxlamaq olar, yəni bu ardıcılığı. Profaza başlanğıc mərhələsidir. Bu zaman xromosomlar qısalıb yoğunlaşmağa başlayır və yavaş nüvəcik yox olur və bölünmə vətərləri yaranmağa başlayır. Və daha sonra nüvə pərdəsi itir, xromosomlar tam qısalıb yoğunlaşır və sentromerlər qütblərə çəkilir. Bundan sonraki mərhələ metafazadır. Metafaza zamanı xromosomlar ekvator boyunca düzülürlər. Bu zaman xromosomları saymaq asanlaşır, metafaza lövhəsi əmələ gəlir. Daha sonraki mərhələ anafaza mərhələsidir. Anafaza mərhələsi ayrılma mərhələsidir. Yəni, qız xromatidlər, yəni xromosomun qolları bir-birlərindən ayrılaraq əks qütblərə çəkilirlər. Və bu zaman artıq bu xromatidlər müstəqil bir xromosom adlanır. Yəni, sentromerlərdən qopurlar, qütblərə çəkilirlər və artıq özləri bir xromosom olaraq hesab olunurlar. Telofaza mitozun son mərhələsidir və tamamlanmasıdır. Bunu tərs profaza kimi də yadda saxlaya bilərik. Yəni, profazada baş verənlərin əksi olur. Bu zaman nüvə pərdəsi yenidən yaranmağa başlayır, nüvəcik yenidən görünür, bölünmə vətərləri yox olur və xromosom sapları açılmağa başlayır. Daha sonra sitoplazma bölünür, yəni sitokinez hadisəsi baş verir və iki müstəqil hüceyrə yaranır. Xromosom düsturu. Normal somatik hüceyrələrdə xromosom düsturu 2N, 2C şəklində olur. N xromosom sayını, C isə DNT miqdarını təmsil edir. Mitoz bölünmə diploid hüceyrələrdə baş verir, yəni bədən hüceyrələrində baş verir. Hüceyrə diploiddir, xromosomlar cüt-cüt yerləşir. 2C. Hər xromosom bir xromatiddən, yəni bir DNT molekulundan ibarətdir. Bu düstur interfazanın sonunda, yəni sonuncu mərhələsində 2N, 4C şəklində olur. Nəyə görə 4C? Çünki DNT ikiləşir və əvvəlki xromosomda bir subxromatid var isə, indi hər bir xromosomda 2 xromatidli olur. Və bu zaman DNT-nin miqdarı 2 qat artır. Nəyə görə 2N? Çünki xromosomların sayı dəyişmir, eyni qalır. Sadəcə hər xromosom iriləşir.
Profaza və metafaza mərhələsində düstur dəyişməz olaraq qalır. Bu mərhələdə 2N4C şəklində qalır. Daha sonra anafaza mərhələsində 4N4C olur. Nəyə görə 4N? Çünki xromatidlər artıq bir-birindən ayrılır və artıq sərbəst xromosom sayılırlar. Bu zaman xromosomların sayı 2 qat artır. Və DNT miqdarı, yəni 4C olaraq eyni qalır. Çünki sitoplazma hələ də tam bölünməyib. Bundan sonraki mərhələ telofaza mərhələsidir. Telofaza mərhələsində bu düstur 2N2C şəklində olur. Çünki artıq xromosom, daha doğrusu hüceyrə ortadan ikiyə bölünür və xromosomların yarısı bir qız hüceyrəyə, yarısı digər qız hüceyrəyə keçir. Hər bir yeni hüceyrə başlanğıcında ana hüceyrə ilə tam eyni olur. Yəni 2N 2C şəklində hər hüceyrədə xromosom düsturu bu cür şəkildə olur. Tez-tez düşən və qarışdırılmamalı olan bəzi suallar var. Bunlardan biri, DNT nə zaman 2 qat artır? Bizdən DNT-nin miqdarını soruşur. Bu da intervazanın S dövründə, yəni sintez dövründə olur. Xromosom sayı nə zaman 2 qat artır? Bu anafaza mərhələsində olur. Xromatidlərin ayrılması hesabına xromosom sayı artır. Gəlin buna bir nəzər yetirək. Burada xromatidlər sentromerlərdən qopur və bir-birindən ayrılaraq qütblərə çəkilir. Artıq hər bir xromatid bir xromosom hesab olunduğuna görə xromosomların sayı bu mərhələdə artmış olur. Xromosom sayı nə zaman azalır? Bu telofazanın sonunda olur. Hüceyrə fiziki olaraq tam 2 hissəyə bölünür və hər iki qız hüceyrədə eyni sayda xromosom dəstinə malik olurlar. Yəni 2N2C şəklində. Əgər canlının somatik hüceyrəsində 24 xromosom varsa, yəni 2N bərabərdir 24-dürsə, intervazanın sintez dövründə bu 48 xromatid olur. 24 xromosom 48 xromatid olur. Yəni belə. Bunu belə yazaq, daha aydın görünsün. Anafazada isə 48 xromosom 48 xromatid olur. Yəni 4N4C şəklində. Mitozun sonunda 24 xromosom 24 xromatid olur. 2N2C şəklində.